Salam, hörmətli müəllimlər, dəyərli şagirdlər. Mövzu izahlarımız davam edir. Bugün yeni dərslik əsasında 7-ci sinifdən iqlim qurşaqları nədir və necə paylanır mövzusunun sadə şəkildə izahını verməyə çalışacağam. Ümidvaram ki, hər biriniz üçün faydalı bir məlumat olacaqdır. İqlim qurşaqları nədir və necə paylanır? İqlim qurşaqları oxşar iqlim xüsusiyyətlərinə malik olan və enlik boyu uzanan böyük ərazilərdir. Onlar iqlim əmələ gətirən müxtəlif amillərin, yəni coğrafi enliyin, relyefin, hava kütlələrinin, okean cərəyanlarının qarşılıqlı təsir nəticəsində yaranır. Tarix boyu müxtəlif alimlərin iqlimə aid təsnifatları olmuşdur. Məsələn, keçmişdə ən çox öyrənilən Alisovun iqlim təsnifatı idi. Hal-hazırda iqlimşünas alim Vladimir Köppenin iqlim təsnifatı istifadə olunur ölkəmizdə və biz də bu təsnifatın izahını verməyə çalışacaq. Köppenin iqlim təsnifatı əsasən yer kürəsində ərazilər üzrə temperatur fərqinə görə, yağıntıların göstəricilərinə görə hazırlanmışdır və dünyanın bir çox ölkələrində geniş istifadə olunur. Onun bu təsnifatında görə yer kürəsi 5 iqlim qurşağına bölünür. Tropik iqlim qurşağı, quraq iqlim qurşağı, mülayim iqlim qurşağı, kontinental iqlim qurşağı, qütb iqlim qurşağı. Onlardan birinci olan tropik iqlim qurşağı haqqında danışacağı. Tropik iqlim qurşağı ekvatora yaxın ərazilərdə müşahidə edilir. İl boyu yüksək temperatur, bol yağıntı, yüksək rütubət olması ilə xarakterizə olunur. Gecə ilə gündüz arasında, eləcə də fəsillər arasında temperatur fərqi nisbətən aşağıdır. Havanın orta illik temperaturu 20 dərəcədən yuxarı olur. Yüksək temperatur, bol yağıntı, zəngin bitki örtüyü heyvanlar aləminin formalaşmasına səbəb olmuşdur. Demək olar ki, bu iqlim qurşağı ekvatorial hava kütlələrinin təsiri altındadır. Və bu ərazilərə Cənubi Amerikada Amazon hövzəsini, Braziliya yaylasının çox hissəsini, Orinoco, Gviana yaylalarını, Mərkəzi Afrikanı, Hindistanı, Hindçin yarımadasını, orada Malay arxipelagını əhatə edir. Növbəti, quraq iqlim qurşağı. Quraq iqlim qurşağı əsasən şimal və cənub tropiklər boyu ona yaxın olan əraziləri, qitənin daxili hissələrini əhatə edir. Bu qurşaq az yağıntı düşməsi, aşağı rütubətli olması, yüksək temperaturu, yüksək buxarlanma şəraiti olması ilə səciyyələnir. Demək olar ki, tropik hava kütləsinin təsiri altındadır. Materiklərin daxili hissələrində, qitələrin daxili hissələrində fəsillər üzrə temperatur fərqi böyük olur. Ərazinin quraq olması burada quraqlığa davamlı bitkilərin, yəni yarım səhra bitkilərinin bitməsi ilə səciyyələnir. Quraq iqlim qurşağının səciyyəvi olduğu ərazilərə, məsələn, Argentinanın çox hissəsi, Meksikanın, ABŞ-ın qərb hissəsini, Şimali Afrikanı, Cənubi Afrikanı, Ərəbistanı, Mərkəzi Asiyanı, sonra Mərkəzi Avstraliyanı əhatə edir. Növbəti, mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağı şimal yarımkürəsində mülayim geniş əraziləri əhatə edir. Bu qurşaqda il boyu mülayim hava hakimdir. Bütün fəsillər aydın müşahidə olunur. Onlar arasında temperatur fərqləri böyükdür. Mülayim qurşağın cənub hissəsində yay isti, qış sərin, şimal hissəsində isə yay sərin, qış soyuq olması ilə səciyyələnir. Yağıntılar əsasən ilin soyuq dövründə düşür.
Mülayim iqlim qurşağına Avropanın demək olar ki, çox hissəsini tutur. ABŞ-ın Atlantik Okeanı sahillərini, Çinin Atlantik Okeanı sahillərini misal göstərmək olar. Kontinental iqlim qurşağı. Kontinental iqlim qurşağı şimal yarımkürəsində Avrasiya ilə Şimali Amerikanın şimal hissələrini əhatə edir. Kontinental iqlimin əsas xüsusiyyətləri burada yay və qış arasında kəskin temperatur fərqlərinin olmasıdır. Yay fəsli isti və qısa müddətli olur. Qış dövrü isə uzun sürür. Yəni qış dövründə kəskin soyuq, şaxtalı və qarlı havalar üstünlük təşkil edir. Fəsillər bir-birini aydın şəkildə əvəz edir. Yəni 4 fəslin 4-ü də müşahidə olunur. Yağıntılar əsasən yaz aylarında müşahidə olunur. Kontinental iqlim qurşağına demək olar ki, Rusiyanın ərazisini, Kanadanın ərazisini misal göstərə bilərik. Qütb iqlim qurşağı. Qütb iqlim qurşağı yer kürəsinin şimal və cənub qütb ərazilərini, yəni Arktikanı, Antarktidanı misal göstərə bilərik. Günəş şüaları bu ərazilərə kiçik bucaq altında düşdüyü üçün istilik azdır. Bu iqlim qurşağı yer səthinin ən soyuq və sərt iqlim şəraitinə malikdir. Yay çox qısa və sərin keçir. Qış isə uzun, sərt və şaxtalı olur. Yağıntılar olduqca az, qar şəklində düşür onlarda. Cənub yarımkürəsinin qütb iqlim qurşağı şimal yarımkürəsindən daha soyuqdur. Çünki orada Antarktida materiki vardır. Antarktida qitəsi vardır. Bugünlük bu qədər. Növbəti dərslərdə görüşənədək.